Baxaq. Sınağı amma işləmişəm sınağı. Sınaq bəs həmin gün niyə işləməmişdin? Mən unutmuşdum. Bu bir ikincisi də axşam gəlmişdim ona görə. Tamam. Amma sınavdan da məncə az yazmısan, çünki asan suallardı. Okey, baxaq. Deməli nə deyir? C sualına səhv almısan. Sənə deyir ki, 5 dənə, yəni n dənə ədəd verilir. Bu n dənə ədəddən neçəsi müsbət ədəddir? Bunların sayını say, çıxışa ver. Məndə səhv çıxdı oynayasın. Nə yazmısan? Okey. Çünki buna bax koduna. Sən kodunu run eləməmsən axı. Run eləsən görərdin bu səhvə. Buna bax. Mən run eləməli eləmişəm, amma atdım da. Bir saniyə. Yəni atmadan qabaq bunu run eləmişdim məsələn bu halı. Görsən? Sıfır Bəli, verir. eləmişdim. Nə vermiş? Alınmamışdı. Hə, niyə alınmamışdı? Yox, heç fikirləşdin? Öyle ədədlər qoydum məsələn, Çünki bax sənin böyükdür, bu if, X-dən. sənin C++ bunun yanında olmalıdır ki, bu düz işləsin. Bu burada olanda Fərqi var ki, yanında olsun var. olmasın. Var. Çox fərqi var. Hə, yox, bir dəqiqə, Amma o elə deyil bir səhv. fərqi Bir dəqiqə. yoxdur. Bir dəqiqə. Sən birincisi burada x-ə qədər daxil edirsən, n-ə qədər getməlidir forun. İkincisi, indi qalanı düzdür. İndi bir dənə belə run eləyək. Okey, indi 2 verdi, gördün? Yəni bunu belə yaza bilərsən, amma mən sənə belə yazmanı məsləhət görmürəm. Çünki bundan sonra sənin heç dənə iflərin olacaq gələcək suallarda, qarışıq kodun olacaq. Məsələn, tutaq ki, bu ifa etdi də, düzdür? Sən məsələn elə ola bilər ki, məsələn bəzi bir şey olsun ki, məsələn elə belə sayı sayasan burada, amma istəyəsən ki, bu ifadə olmasın da. Onda biraz bu görsən kod baxımından biraz pis görsənərdə. Yəni bu kodun üstünə məsələn gəlib bir gün sonra baxsan, başa düşməyəsən nə yazmısan. Ona görə çalış, bax həmişə mən dediyim kimi bir dənə bunun içinə al. Tamam, bax bunun içində olsun. Bu uca rahatlaşdıracaq ki səni. Bax mənim ifim açıldı burada, bağlandı. C++ bu ifin içinə aiddir. Tamam, bax belə yazmaq daha rahatdır. Bir dənə if, bir dənə bunu aç. İndi bunun içində nə qədər istəyirsən yaz, tamam? Tamam, səhv başa düşdün bu sualda. Bəli. ABD-də problem yox idi məncə. Y sualı. Oxumuşdun şərtin? Bir sualı başa düşdüm, remove event digits. Yəni tək ədədləri sil. Cüt Yəni. ədədlər. Cüt. Okey. Nə fikirləşdin məsələn, nə edə bilərdik? Ağlıma işini gəlmədi. Ona görə yazamadım. Okey. Bax, gözlə. Bizim burada bir dənə sualımız olmalıydı. Bir dəqiqə o sualı tapım. Burada olmalıdır əslində. Bir dəqiqə. O sual hardaydı? Düşünüm bir dənə. Çünki bu sualın bir damcı başqasını işləmişik biz. Bilmirəm, mən məktəbdə də işləmişəm onu. Okey, nəsə baxaq. Tamam, gəl baxaq suala. Hansı sual? Burada deyil. Bir dəqiqə, hardaydı examda? Y sualıydı da, düzdür? Bəli. Bir dənə gözlə. Bir dənə telefon zəngi açmalıyım, tamam? Tamam, hə. İndi baxaq bu suala bir də. Deməli bizdən nə istəyir? Sualı bir də yadımıza salaq. Cüt ədədləri silməliyik, düzdür? Ya bir dənə belə bir şey yazaq. Məsələn 2, 3, 4, 5, 6. Bunun çıxışı nə olmalıdır cüt ədədləri silsə? 3, 5. Düzdür? Bəli. Ağla bir dənə belə bir yol gəlir. Biz ədədin rəqəmlərinə necə baxırdıq? Yəni məsələn mən bu rəqəmlərə ayrı-ayrılıqda necə baxaram?
Ona bölərəm. Aysa, ona bölüb nəyin taparam? Faiz onun taparam. Düzdür? Bəli. Okey. Bu bir dənə ilk üsulumuz bununla başlayırıq. Deməli mən məsələn while-da gedib baxsam, mən birinci rəqəmi bunu tapacam, sonra bunu, sonra bu, sonra bu, axırda da bunu tapacam. Düzdür? Yəni əvvəldən axıra. Düzdür? Aha. Okey. Deməli mən məsələn while-da ədədləri baxanda tutaq ki, rəqəm olsun. Rəqəmləri mən həmişə belə tapacam. 6, 5, 4, 3, 2, okey. 6, 5, 4, 3, 2. İndi düşün ki, mən bu rəqəmləri tapıram. Mən bu rəqəmlərdən təzə bir ədəd yığmaq istəyirəm. Təzə bir ədəd nə demək istəyirəm? Bax, bu ardıcıllıqda mən ədədləri tapıram da. Birinci 6-nı, sonra 5-i, sonra 4-ü, sonra 3-ü, sonra 2-ni, hə? Düzdür? Aha. Mən istəyirəm ki, məsələn, 5-ə gələndə, 5-i görəndə artıq mən belə bir ədəd yığım. 65. 4-ə gələndə ədədim bu şəkildə olsun. 654. 3-ə gələndə olsun 65, 43. 2-yə gələndə olsun 65, 43, bir də 2. Yəni 65432. Bu görsən, əslində bizim bayaqki ədədimizin tərsidir, düzdür? Bax. Bəli. Bu indi sənə bir dənə sual verim. Düzdür? Mən belə yığmaq istədim də 65 654 belə-belə, düzdür? Səncə bunun hansı riyazi düsturla yığaram mən? Məsələn, mən birinci 6-nı görürəm. Sonra deyirəm ki, 5-i görəndə artıq 65 olsun. Məsələn, məndə bir x ədədi. Bir dənə məsələn riyaziyyatdan bir düstur tapa bilərsən məsələn buna. Məsələn, gör biz 6-dan necə 65-ə gəldik. Sonra 65-dən necə 654-ə gəldik. Düstur tapım. Aha. 65-dən 654-ə gəldik. Sonra Aha. 6 Gör necə gəldik. Aralarındakı bir dənə bağlılığa bax. Bax. Müəllim, harası bir azalır rəqəm artır. Yo. Okey, onu bildim. Sən mənə məsələn denən ki, nəyisə nəyə vurdum, bu oldu. Bunda üstünə bu gəldim, bu oldu. Amma o düstur hamısında işləsin. Məsələn, 6-dan 65-ə keçəndə də işləsin. Bundan buna da, bundan buna da, bundan buna da. Yəni bax, bir növ mən istədiyim nədir? Sən dedin, burada ədədləri 10-a bölürəm. Bəli. 10-a bölə-bölə rəqəmlərini tapdın da, düzdür? İndi mən istəyirəm ki, həmin şey tərsinə eləyəsən. Bax, gör burada nə olur onda? Başladım 6 ilə. 6-nı vurdum 10-a, üstünə gəldim bu 5-i. Oldu 65. Sonra 100'ə vurdu. 100-ə yox, yenə 10-a vurdum. Bu 10'a vurdum, üstünə 4 gəldi. Üstə gəl 10. Bax, hər dəfəsində nə olur? Mən ədədi 10-a vururam və indi baxdığım rəqəmin üstünə gəlirəm. Və həmin rəqəm mənim artıq ədədimə birləşmiş olur. Bunun da məntiqi hardan gəlir? Bax, gəl baxaq. Məsələn, mənim ədədim 65 idi. Mən ona 4 birləşdirmək istəyirəm. 654 olsun. Bax, sən də düşün ki, yerlər 2 dənədir də, düzdür? 65 yazmışıq, tutaq ki, bura. Mən istəyirəm bir dənə təzə blok yaradım ki, orada 4 yazım. Ora 4 yazmaq üçün mən artıq bunu 10-a vurmalıyam ki, məndə təzə bir şey yaransın. Bax, artıq 10-a vuranda ədədim hansı şəkildə olur? 650. İndi bu sıfırı dəyişdirməkdədir sıra. Mən bu sıfırı necə dəyişdirə bilərəm? Bu 4-ü üstünə gələrək. Ona görə 4-ü üstünə gələndə artıq həmin blokda gəlib 654 görsənmiş olur. Aydın oldu niyə 10-a vurub həm üstünə bu rəqəmi gəlirik? Bəli. Dəqiq. Aha, bildim. Tamam. Deməli, biz neynədik indi bu şeyi bilməklə? Məndə əgər bu ədəd varsa, mən bu ədədi tərsinə yığa bilərəm. Yəni, məsələn, bu şəkildə. Bizdən istənilən nədir? Deyir ki, cüt rəqəmləri sil. Onda mən neyniyə bilərəm səncə? Bir dənə düşün. Bax, məsələn, mən rəqəmlərə N faiz 2 bərabər 0. If delete yox. Bir dənə düşün. Tapassan, inanıram sənə. Bilirsən. Bax, rəqəmlərə baxa-baxa. Bilirəm, ağlımdan deyəsən rədd oldu, çıxdı, getdi. Bax, bir dənə mənə bax. İpucu verəcəm, tapassan. Rəqəmləri görürsən, hər dəfəsinə
10-a bölüb faizini tapanda bu rəqəmləri alacağıq, düzdür? Bəli. Mən bunu bayaqki kimi 10-a vurub üstünə şey gəlsəm, ədədin tərsini alacağam. Yəni bütün rəqəmləri birləşdirəcəm. İndi bizim istədiyimiz Aha. nədir? Bu rəqəmləri birləşdirməmək. Məsələn bunu. Məsələn bunu. Məsələn bunu. Ancaq bu ikisini birləşdirmək. Onda necə bir if yazaram? If n faiz 2 bərabər 0. Bax, okey. Gəl kodundan baxaq, daha çox aydın olsun. Okey. Bax, deməli bizdə bir n ədədi var. N ədədini aldım. N ədədini salih edib rəqəmlərinə necə baxırıq? N bərabər deyil. Okey, n sıfırdan böyüksə davam eləsin bizim while'ımız. Deməli, rəqəmi necə tapıram? Rəqəm nə olmuş olur? N faiz 10. Hər dəfəsində də n nəyə bölməliyəm? 10-a bölməliyəm. Bura qədər okey. Bu əvvəlki dərslərimizin hamısını istifadə elədiyimizdir. Düzdür? Bəli. Okey. Biz bayaq indi nə dedik? Dedik ki, məsələn, mən istəyirəm ki, ilk başda 23456 olsun mənim ədədimdə 65432. Biz məsələn bunu belə verə bilərik, düzdür? Adi gəlib siyahıta rəqəm verərəm. Mənim axırda outputumda bu gəlib artıq belə görsənər. Gəl baxaq məsələn. Məsələn 23456 yazıram, gəlib 65432 verir. Amma mənim istədiyim indi odur ki, mən bir dənə x-im olsun. Mən gəlib burada axırda cout x eləyəndə artıq ədəd kimi görsənsin o. Burada görsən rəqəmlər bir-birindən bitişir coutda. Ona görə bu vizual olaraq bu görsənir. Amma indi bizim istədiyimiz odur ki, x olaraq görsənsin. Okey, deməli bayaq nə dedik? Dedik ki, hər dəfəsində x-in üstünə x vur 10, üstə gəl nəyə gəlməliyik? Üstə gəlmədim, o 5 yox idi, 5, sonra 4. Hə, 5, 4, indi buradakı nədir? Burada hansı dəyişəndir? 5 gəlməliyik. Yox, 5-i mən hansı ədədi birləşdirirdimsə 10 gəlirdim rəqəmi. İndi axı rəqəmlər dəyişəcək. Burada rəqəmi bildirən şey hansıdır? Hansı dəyişəndir rəqəmi bildirən? Hər dəfəsində burada rəqəmlər tapırıq axı ədədimizdə. İndi o hansı dəyişənə qeyd eləmişəm onu? Dəyişən. Rəqəmdir də Salih. Yəni burada rəqəm niyə yazmışam? N faiz 10. Okey, deməli x vur 10 üstə gəl rəqəm eləyəndə mən gəldim artıq bu ədədi yığmış olacam. Gəl baxaq. İndi 23456 versəm, məndə gəlib 65432 verəcək. Lap gəlib baxaq ki, burada x necə dəyişir zamanla. 23000 23456 yazdım. Bax, eynilə bizim bayaq elədiyimiz kimi. Birinci 6 olur. Sonra 6-nı vurur ona, üstünə gəlir bu 5-i. Oldu 65. Sonra bu 4-ə baxanda 65-i vurur ona, üstünə 4-ü gəlir. Sonra bu 3-ə baxanda bunu 10-a vurur, üstünə 3-ü gəlir. Sonra da buna baxanda bunu 10-a vurur, üstünə 2-ni gəlir, alınır 65432. Bunu tapdıq. İndi. Deməli bizim ədədi mən indi istəyirəm ki, 65432 yox. Yəni cüt rəqəmləri silim. Onda nə yazaram? Yəni cüt rəqəmlər ədədimə birləşdirmək istəmirəm. Çox sadədir. Siyahut, birinci siyahutu verir. Yox. If ilə olmalıdır. If n faizi kimi yazım. N faiz, n səndə ədəddə axı, ondan nəyə yoxlayarsan? Yox, onda x faizi 2. X niyə? Deməli, hansı dəyişəni yox? Sən Rəqəm faizi 2. Sən indi nə elədiyimizi anlayırsan tam olaraq. Və cüt ədədləri silmək istəyirik. Bəs bundan əvvəl dediklərim hamısı aydındır.
Ondan bəli, aydın Çünki elmə. təsadüfi atırsan. Məsələn, mən burada yazılacağımız əslində əgər o billəri aydındırsa, sən dəqiq bilməli idin bura nə yazmağı. Deyirsən n, x, hamısını deyirsən elə buradakı dəyişənlərin. Biraz Çünki bilirəm ki, faiz 2 ilə olmaz. hə, faiz 2 ilə olmalıdır. Nə faiz 2 ilə olmalıdır? Onu bilməlisən, düzgün? Yəni biz indi nəyə baxmalıyıq? Nəyə baxmaq istəmirəm mən. İstəyirəm ki, rəqəmim cüt olanda həmin rəqəmi birləşdirməyim indiki ədədimə. Onda nə yazacağam? Yəni çox asandır. Rəqəm faiz 2 bərabərdirsə, Bəli, bərabər dedim də rəqəm faiz 2. dedi nə? Amma ondan əvvəl n ilə x dedin. Mən onu istəmirəm. Yəni bunun bir dənə cavabı var idi, rəqəm. Nx deməyin artıq yəni biraz şey olmuş olur da. Yəni tam dəqiq bilmirsən, tam anlamamısan. Yəni bir təsadüfi deyirsən ki, nx. Okey, rəqəm faiz 2 deyirəm ki, nə vaxt ki 0-a bərabər deyil, yəni tək ədəddirsə, onda bunu indiki ədədimə birləşdirirəm. İndi gəl siyahıta x verək, görək nə görsənəcək. Səncə nə görsənməlidir? 2 mi? Burada nə görsənməlidir? 35. 35 mi yoxsa 53 mü? Əgər 53 Çünki arxadan gəlir. çünki 53. Okey. Artıq mən məndən istənilənin bir növ yarısını həll eləmişəm. Nə etmişəm? Cüt rəqəmləri çıxartmışam ədədimdən. Yerdə qalıb tək ədədlər, amma bir problem var ki, mən indi bu tək ədədi tərsinə çevirməliyəm. Yəni 53 yox 35 görsənməlidir əslində mənim cavabımda. Düzdür? Bizdən istənilən o idi. Yəni məsələn bax burada eyni sıra ilə verib də. Məsələn burdan 1-i götürüb, burdan 3-ü, 5-i. Tamam. İndi mən məsələn bunu run eləsəm, gör nə verəcək. Bax 3 1 9 75 31. Bax başladı burdan verməyə. Düzdür? Biz indi Aha. bunu nə etməliyik? Tərsinə çevirməliyik. Tərsinə çevirmək üçün də bu prosesin eynisini bir də eləyirik. Deyirəm ki, ona görə bir dənə də dəyişən götürürəm ki, y bərabərdir 0. İndi mənim hal-hazırda ədədim məsələn bunun üçün budur da, düzdür? Mən indi bunu istəyirəm ki, çevirim 1 3 5 7 9 1 3. Yəni eyni ilə bayaq elədiyimiz prosesi eləyəcəyik. 23456-dan 65432-yə necə gəldiysə, bu ədəddən də bu ədədə elə gələcək. Onu nə yazıram? Yenə yazıram int rəqəm bərabərdir. N yox artıq x faiz ona. Çünki x-ə baxıram. Artıq bu ifəyə ehtiyacımız yoxdur. Çünki hamısı onsuz tək ədəddir. Yazıram y bərabərdir y vurulsun 10 üstə gəlsin rəqəm. Və x-i də bölürəm 10-a. Vəsə, artıq məndə y hazırdır. Mən siyahıta y versəm, məsələn 23456-da görək nə verəcək. 23456. Nə verdi? 35 verdi. 35. Bizdən bir dənə də nə istəyirdi burada sualda? Yazıb ki, əgər hamısı cüt ədəddən ibarətdirsə, onda gəlsin çıxışa 0 ver. Belə də eləmək olar. Onsa 0 olacaq. Okey, yəni sən məsələn deyir cüt ədəddə 0 ver. Onsa bizim yəni deyir əgər hamısı cüt ədəd olsa, artıq təzə bir şey yaratmadan cavab 0 olsun. Bizlər niyə 0 tapır? Çünki bax burada görsən heç birini vurmağa çalışmır. Məsələn x 0 olaraq qalır. Niyə? Çünki heç bir tək ədəd yoxdur birləşdirməyə. Sonra bu da while-da artıq davam eləmir. Çünki x 0-dan böyük deyil. Ona görə gəlib y-də çıxışa verəndə y yenə 0-dır. Gəlib çıxışa 0 verəcək. Gəl submit eləyək, sonra bir dəfə üstündən keçək. Okey, 100 bax. Okey. Tamam. Okey. Qəşəng onda deməli bir dənə də baxaq üstündən. Bir dənə bax bura gör nə aydın deyil. Bax, deməli nə etmiş olduq? N ədədimizi götürdük. N ədədimizdən ancaq cüt olanları birinci birləşdirdik. Ancaq tək olanları birləşdirdik x ədədimizə. Bu hamısı yığıldı x ədədində. Sadəcə bizdə problem odur ki, tək ədədlər var, amma arxadandır.
Biz istəyirik ki, onun tərsi olsun. Yəni 53 35 olsun. Ona görə bu prosesin eynisini bir dəfə də elədik. Artıq bir dəfə də eləyəndən sonra mənim 53-üm olur 35 və gəlib siyahıda 35-i verir. Tamam. Nə? Examdan anlaşılmayan var. Hayır. Qəşəng. Examı bağladıq. Okay. Nəyə baxacağıq? Preparation for array'dən var suallar. Var. Aha, baxaq onda. Səhvlərin bir də ki boş saxladıqları. Bir həftə əvvəl yazmısan. Çox pis. Bir həftə əvvəl yazsan, belə ola bilər də. Problemdir. Okay, gəl suala. Nə istəyir? Yüzlərlə onluqların yerini dəyişmək istəyir. Ya benim yazdım ha, ne orada səhvdir bir dənə baxaq. Adi bildiyim sualda həmişə yazdığımdır. Nə qədər rastlaşmışam. D1, D0. 3 rəqəmli ədəd deyil birincisi sualda. 99-dan Bəs yazıb ki 3 rəqəmli. Nerede yazıb? 99'dan böyük hər hansısa bir rəqəmdir. Ayda. Mən həmişə 99'dan böyük olanda elə bilirəm ki deyək ki. D1 götürmüsən. D0'ı daxil eləmisən. Okey. Okey, bu massivlə necə yaza bilərik? Okey, görüm o bilərin massivinə yazmısan mı? Okey, D0 daxil eləmisən, tamam. Okey. Tamam, gəl bir dənə bu sualın normal massivsiz həllinə baxaq. Massivsiz və massivsiz. Əslində massivlə elə belə deyil çünki adidir yazmaq. Yazmaq olar, amma indi bu dəqiqə dərsdə massiv keçsək, sən bunu tamamlamağın sənin üçün daha yaxşı olacaqdır. Okey, başlayaq. Deməli, n var məndə. Məndən istənilən odur ki, hər hansısa bir 99-dan böyük bir ədəddir. Mən onun yüzlüyünlə onluğunun yerini dəyişməliyəm. Deməli, mən onda siyahıda gəlib birincisi verməliyəm. Əgər ədədim 999-dan böyükdürsə, bunu neçə dəfə yazmışıq deyə belə deyirəm. n böl neçə verməli? 1, 2, 3, 4. n böl 1000. Sonra verməlisən n böl 10%10. Sonra verməlisən n böl 100%10. Sonra da verməlisən n%10. Bu belə. Əks halda gəlib siyahıda verməlisən n böl 10%10. n böl 100%10, n%10. Все, bu qədər. İndi məsələn 512 verəcəm. Bu ifi niyə yazdım deyə bilərsən? Hansı ifi? Yuxarıdakı. Bunu. If n böyükdür 999-dan göstərir ki o 4 rəqəmlidən çox olduğunu. Aha, niyə yazmışam onu? Çünki müəllim deyir ki orada 4 rəqəmlidə çox olsun. Yox, niyə yazmışam? Yəni niyə 4 rəqəmdən çox olan bir ədədi ifləyirəm? Yəni niyə iflə baxıram ona? Çünki də intlə istəyirdiniz ya. Hə? Yox. Əvvəl bu kodu 1000 dəfə yazmışam böyük ehtimalla. Mən 4 rəqəmli olduğunu göstərmək istəyirəm. Nətər başqa deyə bilərəm? Yox, yəni sualdan bizdən nə istəyir? Deyir ki, yüzlüyündən onluğunu dəyiş. Hə? Mən niyə burada bunu əlavə etmişəm ki, elə birbaşa yazanmazdım belə. Çünki burada 4 dənə axı dəyişəmir. n böl 1000. n böl 1000 nəyi bildirir? 4 rəqəmli olduğunu. Yox. Mən buna Allah 4 rəqəmli yox, 6 rəqəmli verəcəm indi. Bir, nə bilim, olsun bu 6 rəqəmli.
Hmm. Çünki n bölümünü ona görə istifadə edirəm ki, məsələn, mənim ədədim 1, 2, 3, 4, 5, 6 olsa, səndən istənilən bu ikisinin yerini dəyişməkdir. Düzdür, yüzlüyündən onluğun. Səndə bu Bəli, hissə heç bəli. vaxt dəyişmir axı. Bu hissədə nəyi bildirir? N bölümünü bildirir də, kursor kimi fikirləş. Kursorun buradadır. 1, 2, 3-dən sola getdi. Yəni nəyə bölməliyəm? Minə bölməliyəm. Mən ədədimi Minə. minə böləndə həmişə bu hissəsini alacağam. Mən bu hissədə artıq ədədim neçə rəqəmli olursa olsun, bu hissə heç vaxt dəyişməyəcək və bu hissə n bölümünü bildirəcək həmişə. Sənin əsas eləmək olduğun proses burdadır. 456-dadır. Sən onda da nə etməliydin? Bu ədəd bildirir n böl 100% onu. Bu ədəd də bildirir n böl 10% onu. Bu ikisinin yerini dəyişib çıxışa verməliydin. n böl 1000 bax bunu bildirirdi. Nəyi bildirmiş oldu n böl 1000? Bəli, başa düşdüm. Nəyi başa düşdün? Öyle bildirdiğini. Yaxşı. Diqqətini toparla. Nəsə elə bil diqqətin burada deyil. Yoxsa sən bunları tapardın məncə. Burada dikkatim. Okey. Bu biri suallara baxmısan, yazanmamısan, yəni massivlə yazanmamısan, yoxsa ümumən sualın həllini bilmirsən? Bunları 5 ya onlar çünkü yeni sorular idi ona göre. Dedim ki onu yazamamışım ama onu da yazamadım. Bəs bunu necə əvvəl yazmısan? Bu dərsi, buna homework 5-də zətdə baxmışıq bu suallara. Biliyorum masiflendi prosto. Massivsiz olsa yaza bilərdin. Masifsiz bəli çünkü yazmışam ben bunu. Məktəbdə də yazmışam, KSG-də də düşmüşdü bu sual, hər yerdə düş. Okey, onda haşı yaz bir dənə tez. Masiflə masifsiz. Massivsiz. Okey. Okey. Nasıl sualıydı müəllim o? Haş. Ha burada değil ki. Ha. Burada minibüste değil ki. Nasıl Aha, onluqla tənkinliyin yerində deyir dəyiş. Aha. Bir də 9-dan böyükdür rəqəm. Mhm.
Görüşme kalır. Yer tersliği bakar. Bir tane bakak. Submit elədin. Yo, mən bir daha indi yoxlayıram görüm düzdür. Aha, verdi. Burada nə verim məsələn? Oy, məndə niyə yazmır? Hə, 5 verdi. İndi mən də yazıram onu. 500 2 Bu niyə getdi? 251 Yox, 5 qalmalıdır. Elə 100 hə? Ay da götürmüşəm 100 liraya çaşıb yazmışam M Python. Yaza bilərsən də əslində. Eləmə. M bölü 100%. Mən M Python təhsil yazmışam. 512 M-Python 521 verdi. Submit elə. M-Python həmişə yadında saxla, axırıncı rəqəmi tapır. Ədədin neçə rəqəmi nə olursa olsun. Yüz bal bu. Bay. Normal edik. Bilirsən də sən. Masivlə vermişdi ki. Mən elə bilirəm deyir ki masivlə yaz ona görə. Nə? Deyir bu sualı. Bu sual mən demişdim massivlə yaz. Bir sualın fərqli şeylərlə yazmaq olur. Sadəcə mən massivlə yazmağını istəyirdim ki, indi keçəcəyimiz dərsə hazırlıqlı olasan. Onsuz da dərsin adı da odur, yəni. Massivə hazırlıq. Okey. Başlayaq onda massivə. Okey, bax ekranıma. Deməli. Başlayıram ən başdan tanıtmağa. Deməli, massiv nə idi? Massiv bir növ biz məsələn LL n yazanda bir kutu yaradırdıq və bu kutunun içinə sin eləyəndə bunun içi də olurdu. Ya da mən məsələn n bərabər 2 desəm, bura 2 yazırdıq. Massivin adi data tiplərdən, yəni adi dəyişənlərdən, yəni dəyişən dediyim LL, int, double. Bunlardan fərqi odur ki, mən massivdə məsələn LL A5 desəm, o təkcə bir dənə kutu yox, yəni bir dənə ədədli yer yox, neçə ədədli yer yaradacaq? Neçə ədədli? A5 5 4 dənəli. 5 dənə. Ay, Sıfırdan indekslər. 0, 1, 2, 3, 0 da var. 4. İndekslər nə idi? Tamam, bir dəqiqə. Deməli, massiv A5 dedim mən məsələn. 5 dənə ədədli yer yaratdı. Bax, hamısını eyni anda yaratdı və bu hamısını bu özü yadında saxlayır. İndeks nə idi? İndeks o idi ki, indeks sənin soldan sağa, məsələn, sənin A5-nin içində A0 olacaq, A1 olacaq, A2, A3, A4. Amma heç vaxt burada sən yaratdığın boyda, yəni məsələn 5-li yaratmısansa, heç vaxt A5-in olmayacaq. Çünki o vaxt olardı ki, sən 1-dən nömrələyərdin bunu. Yəni 1, 2, 3, 4, 5 yazardın. Amma 0-dan nömrələdiyin üçün onsuz da burada neçə dənə ədəd var? 5 dənə ədəd var. Deməli, bir massiv eyni anda n dənəli yer yaradır.
Yəni məsələn mən gələn səfər gəlib A n yazsam, o n dənə qutuluq yer yaradacaq. Düzdür? İkinci isə indeks söhbəti. İndeks isə sənin indeksin 0 ilə n-1-in arasında olacaq. n-1 niyə? Çünki n dənəli yer yaradırsansa, maksimum indeksin n-1 ola bilər. Yəni məsələn buradakı kimi 5 dənəli yaratmışıqsa 4-ə qədər ola bilər. Yəni n-1-ə qədər. Okey, bunlar yadında. Aha. Okey. Yəni məsələn mən A0, A1, A2, A3, A4 yadında olacaq bunu. Mən istəyəndə məsələn A0-a bir dəyər verəcəm, sonra gəlib bunu istifadə edəcəm. Adi yəni necə ki məsələn A, B, C tanıdırdıqsa, bu dəfə bir dənə A5 tanıdırıq və onun içində eyni anda 5 dənə dəyər saxlanır. Sadəcə nömrələri olur o birindən fərqli olaraq. İndi biz nə öyrənəcəyik? Birinci onu öyrənəcəyik ki, bu massiv okey. Yəni məsələn, bu tipli suallarda nə ehtiyacı var idi bu massivə? Yəni adi bayaq məsələn yazdın, 100 bal keçdi. Harda ehtiyac duyacağıq biz bu massivə? Ona baxaq. Bax məsələn, olsun elə hələ ki bu sual. Sualda nə deyir? Deyir ki, sənə 4 dənə, n dənə rəqəm verilir. Bunlar daxil eləyir və bunda siyahıta verir. Adi. Okey. Deməli, biz əvvəlki qaydada nə edirdik? Deyirdik ki, n dənədə də alaq. Sin n. Sonra buna forla gedək. Hər dəfəsində sin x eləyib, siyahıta gəlib x-i endline-dan verək. Və nəticədə mən bura bu inputu daxil eləsəm, bu işləyəndə 5, 0, 7 mənfi 2-ni verəcək. Eyni ilə bu qaydada verəcək. Amma biz bunu massivlə də eləyə bilərik və massiv bizim bəzi işlərimizi daha çox köməyimizə yaraya bilər. Harda yaraya bilər? İndi gəl baxaq. Deməli, bizdən suallar nə istəyir? N dənəli ədəd verəcək bizə, düzdür? Deməli, ağla nə gəlir? Mən massiv yarada bilərəm. Çünki n dənəli bir şey istəyir. Düzdür? Mən onda gəlib elə AN yazsam, məndə avtomatik A0, A1, A2, A3 hara qədər ki AN-1-ə qədər yaradacaq. Bir dənə avtomatik belə yer yaradacaq və bunların hamısı başda 0 olaraq dəyərləndiriləcək. 0 dediyim, daha doğrusu dəyərsiz olaraq dəyərləndiriləcək. Mən indi bunlara dəyər vermək istəsəm necə verəcəksən deyərsən. Yenə n-ə qədər gedəcəyik, çünki mənə n-dən ədəd veriləcək burada. Gördüyün kimi. Biz bundan əvvəldə nə edirdik? Bax, məsələn, bu tipli suallarda. Məsələn, sənin yazdığın bir sual açım. Demirsən T3, yox, buranı deməyim. Okey, bax bunu deyim. Nə demirsən? X4 demirsən, sonra X0, X1, X2, X3-ü daxil eləmirsən, düzdür? Yəni, hər birinə sən əlindən yazsan, məsələn, 5, 2, 3, 4, artıq sənin dəyərlərin bu olacaq, düzdür? İndi biz eynisi burada eləyəcəyik bu sualda. Sadəcə fərqli olaraq, mən bura sin A0, A1, A2 yox, birbaşa AI yazacağım. Hər dəfəsinə sin AI eləyəcəm. Niyə? Çünki bax, əslində 0-dan n-1-ə qədər gedəcək bizim bu for. N-dən ədədə baxacaq və hər birinə orada istədiyi dəyəri verəcək. Bax, hansısa o dəyər AI. Məsələn, ilk başda A0-a. Məsələn, gələk baxaq bu sual üçün. Nəsə başlayır, məsələn, kəsməni denə, yaxşı. Okey, baxaq məsələn bu suala. İlk başda 5 daxil eləyib. Mən 5-im gələcək i0 olacaq ilk başda. Gəlib i0-da AI-nin dəyərinə gəlib verəcək 5. Sonra i1-də mənə daxil eləyəcək 0-ı. Onda mən nə etməliyəm? A-im, yəni A1-im olacaq 0. Sonra i2-də mənə gəlib daxil eləyəcək mənfi 7-ni. Mənfi 7-ni daxil eləyəndə onda mənim avtomatik A2-im olacaq mənfi 7. Sonra ən axırda isə i3-də gəlib daxil eləyəcək 2-ni və mənim A3-üm
bərabər olacaq 2-yə. Bura qədər anlaşılmayan bir şey var. Hə. Burada anlaşılmayan bir şey yox. Dəqiq. Yəni adi massiv yaratdıq endənə yerlik, sonra da bunların hamısını sin elədik. Sində necə elədik? Sin A-i elədik ki, hər birinə 0, 1, 2, 3, 4, n-1-ə qədər ədədləri verə bilsin. Okey. Məsələn, indi bu bizdə nədə işimizə yarayacaq? Məsələn, gəl burada suallara baxaq, bəzi suallara. Məsələn, burada hansı tipli suallar var? Okey. Bu yaxşı sualdır məsələn. Deyir ki, sənə ədədlər verilibdir. Bu ədədlərin maksimumu olmadan cəmini tapmalısan. Yəni 9'ları saymadan cəmini tapmalısan. Sən biz əvvəlki qaydada, məsələn, massiv istifadə eləmədən neyniyərdik? Tutaq ki, x-i alardıq, sonra da bir dənə cəm tanıdardıq. Cəmin üstünə x gəlib, siyahıta cəmi verərdik. Düzdür? Bu dəfə fərqli olaraq nə var bizdə? Deyir ki, maksimumları yəni cəmi alma. Yəni məsələn, burada gəl, 5'in üstünə 9'u gəlmə. 5'in üstünə 3 gəl, 4'ü gəl, 6'ını gəl. Amma 9'ları gəlmə. Çünki istəyirəm ki, mən sən maksimumsuz cəmi tapasan. Mən axı indi cəmi tapmışam, bilmirəm də maksimum ədəd hansıdır. Ədədlərə görə qayda da bilmirəm. Çünki heç harda mən bunu yadda saxlamamışam. Birbaşa sin eləmişəm və o ədəd yoxa çıxıb artıq. Çünki mən ona məsələn deməmişəm LLD bərabərdir 5'ə. Sin x eləmişəm, artıq onun dəyəri yoxdur. Düzdür? Amma massivdə bu fərqli olacaq. Mən sin A-i eləyəcəm. Mən sonra gəlib bu forda int i0 i-dən geçsəm, sonra gəlib siyahıta a-i'ləri versəm, artıq hər bir a-i save olunmuş olacaq. Bax məsələn 5 0 mənfi 7 2-də. Gördün? Gəldi verdi. Massiv nə vaxt işimizə yarayır? Niyə faydalıdır tutdun? Bəli, onu bilirdim orası. Dəqiq. Aha. Okey. Tamam, gəl buradan bəzi suallara baxaq onda. Məsələn nə deyir? Deyir ki, sənə bu verilir, n-dən ədəd verilir, n-dən ədədi belə çıxışa ver. Neyniyəcəyik? Sin elədim. N-dən 50 yer yaratmışam. Gəlib siyahıta a-ini n-line-dan çıxışa verəcəm. Bu sual belə asandır. P sualı. P sualında... okey. Bu da yaxşı sualdır. Deməli. O sualında necə baş verdi bizdə şey? Bax. Okey. Ədədlər bu idi da, düzdür? Bəli. Mən bunu run eləyəndə nə verməlidir eyni ilə? Output nə olmalıdır? Görürəm, sən denən output. Bəli, səssiz gəlmir. Deyirəm output nə olmalıdır bu kodun? Yəni çıxışda nə görsənməlidir? 5 0 7 i. Siz indi bu 5 0 mənfi 7 2'ni verdiniz. Aha, bəs çıxışda nə olmalıdır? Yəni siyahıda nə olacaq? Siyah for in i basas sin a i en burada nə vermişsiniz mən? Enə. 4. Aha. Beş verəcək, 5 mi? 5 verəcək. Bəli. Təkcə 5. 4. Məncə təkcə onda 5. 5 0 mənfi 7 2. Bayaqdan 5 dəfə run eləmişəm mən bu kodu. Necə sən fikir verməmsən nə verdiyinə? Sənin Nə? diqqətin dəqiq burdadır.
Allah haqqı buradadır. Bəs necə, yəni bayaqdan da axı deyirəm ki, məsələn, yəni Mən bəxin koda baxmışam. Məsələn, tutanlar. nə, onda tutanmadınsa sual ver də. Yəni məsələn, nəyə tutanmadın? Denən bir də izah edeyim. O for int i'ni başa düşdüm. Onları bildim. Hə, bəs nəyi bilmədin? Bu ikinci səthdəki niyə bu for int i eyni şey yazmamışsınız? Bir də siyahıta vermişsiniz. Hə də. İşte onu da Elə deyərdin olmalı. ki, nəyi sin eləyiriksə, elə onu da outputda görsənəcək də. Niyə vermişəm deyəndə, bax bu sualda nə istəyirdi məndən? 5-0 -7 2 verilir. Deyir 5-0 -7 2-ni çıxışa ver. Nə verməliyəm? Cout verməliyəm də, yəni ona görə yazmışdım. Yəni sən də bu koda baxanda avtomatik bilməliydin ki, mən nə daxil eləmişəmsə, bunu vermişiksə, elə bunu da geri qaytaracaq bizə. Mən əlim adı boydaydı. Okay, bu. Tamam. Yəni bir dənə bax, yəni nəyi anlamamısan? Bir dənə dəqiq tut. Yəni məsələn A0 nədir, A1 nədir, A2 nədir, A3 nədir? Məsələn bu kodda A0 nədir? Mən Cout-a A0 versəm nə verəcək? A0. Aha. Siyahut mesela A0. Onda A0'da A0'dan başka şey var aşağıda. Hə, yox. Təkcə A0. Mənfilərlə 0 verəcək elə. Yox, yəni bax məsələn. Gözlə. Bax. Ədədləri daxil edirəm. Deyirəm ki, 4 dənə rəqəmim var. Olsun Aha. -7, 5, 3, 5, 2. 3, Mən indi 2. enterə bassam nə görsənəcək? 4 sil A1 4 siyahut A0'da elə. A0 nədir yəni? A0-ın rəqəmi, yəni A0 nəyi bildirir bizdə? 0 0. 0 var bir də burada bizdə. Hayır. Onda -7. Ay sağ ol. Hə. Bəs A2 desəm? Gözlə indi yazım yenə ədədləri. A2 A1 ilə A0'dır. Onda verəcək bizə 1 ilə 2. A2-ni vermək istəyirəm. Niyə 2 dənə ədəd versin ki, çıxışa? Hə? Mən gözləyirəm. Onda 3. Axı 1-dən indekslənmir. 0 da var da müəllim. Aha. Onda niyə 3 versin ki? 0 da saydım halbuki. 0, 1, 2. 1 0, 1, 2. 0 1 2. Hə? Ayda mən götürmüşəm ortadakı rəqəm, bununla arasında ən ortadakı rəqəm. Bir dəfə də run edəcəm. Burada nə verməlidir? A4 yazmışam. A4 yazmışsınız, onda gözləməm 1 2 3 4 verəcək. Yox, 5 verəcək, 5. 4 yoxsa 5? 5. Əminsən? Aminə. Son qərarındır. Son qərar. Basıram ha enterə. Basın. Bir dəfə də run edəcəm. İşte tutdum sənin nətər öyrədəcəm də. Bir dəqiqə. Siyahut A2 ilə A3. Aha, bildim. Ay o dəqiqə özüm enterə bastım. Gözlə. Olsun 3-2 deyəcəydim. Çaşdırdın sən mənə.
3-1. 3-1. Yok yo yo gözden. Yo 3-2. Taş belə bir şey vermiş Gözlə, sonra gözlə. Akinə. Gözlə, gözlə son dəfə. Aha, nə verəcək? 3-3. Ay, sağ ol. Qəşəngsən. Tamam, deməli indeksi başa düşdük ya onda, dəqiq. Bəli, dəqiq. Vəsə. Bu dəqiq üzrə əsl dəqiqdir. Yəni indekslə bağlı bir problemimiz yoxdur. Əsl. Hə, əsl. Okay. Onda. Sən bəs mənə bunu de görüm. Sin elədik, ayrı-ayrı siyahutlara verdik. Bəs mən indi buradan başlayıb siyahuta versəm. Məsələn, kodumu indi belə yazsam. 4, 1, 2, 3, 4. Nə verəcək? 4, 1, 2, 3, 4. Aha. 2, 3, 4, 5. 5 var burada. Ay yox. Nə verəcək onda? 1, 2, 3, 4. Ay, sağ ol. 2, 3, 4. Qəşəngsən. Bəs mən tutaq ki, belə bir şey eləyirəm. Biraz sənin beyninə error verdirəm. Errorizm. Bu o deməkdir ki, for 1 0-dan n-ə yox, n-1-dən 0-a, yəni tərsdən gəlir. Tamam, bax minusunu ona görə yazmışam. Yəni azalır i getdikcə. Baxsan tutarsan. İndi nə verməlidir bəs? 5, 2, 3, 4, 5. Dəqiq bax, gör i nədən başlayır, hara gedir. İ, Məsələn, n birinci çıx i 1. nədir? Onda 1, 2, 3, 4, 1, 2, 3, 4. Tələsmə. I nədən başlayır? n-1-dən. A, İ minus- n-1 səndə nədir? E, Yəni A, A4. bəli. Nədir o səndə? A4, I n çıx 1, 5, 4, A5'dir, I də 5'də 1 çıxanda 4. Aha, yəni A4 nədir onda səndə? Yəni rəqəm olaraq. A4. Yəni məsələn, Siyahut A4 eləsəydin bu kodda nə görsəcəkdi? Siyahut A4. A4 versəydim mən 5 Ay, göstərəcəkdi. sağ ol. İndi n-1-dən başlayıram, 0-a qədər gedirəm. Bu kodlarda 0-dan n-ə gedirdik biz və i++ eləyirdik. Yəni 0, 1, 2, 3, 4 bu şəkildə gedirdi. Ha 4 verəcək 4. Sonra 4, 5. yo. Tam fikirləş. Sənin kodun başladı 5-dən. A n-1-i tapdı. Axı davam eləyir hələ də. 4 minus 4, 3. Səni. Adala qaydırıyor. Niyə dala qayıdır? Ayda çünkü Aha. onsuz i++ versəydi olduğu kimi olacaqdı. Minusdırsa dala qayıdır. Ay, sağ ol. Bir də nədir? Biz burada məsələn 0-dan başlatmışıq. 0-dan nə deməkdir? Yəni buradan o tərəfə gedir. n-1-dən başlatmışıq deyə. Artıq n-1 burada düzdür? Yəni A4 məsələn. Artıq 4, 3, 2, 1, 0 şəklində gedir. Ona görə səndə bu görsənir çıxışda. Aydın oldu? Aha. Bəs yaxşı, bir dənə belə eləyirəm. Biraz da sənin beynini yandırım. Yox, lazım deyil. Belə daha yaxşı öyrənirsən, hiss eləyirəm. 6, 5. Hı, Burada nə verəcək? n minus. 5, 3, 1. Tələsmə. 2, 2 çıxar axı. Kim deyir ki 2 çıxır? i-minus yazmışam ha. Onda n minus 2. Mən n-2-dən başlatmışam sadəcə. De bir şeylər de, səhv olsa da olar.
Ağlına gələndi. Mənim ağlımda 5 4 5 3 1 idi. Aha. Onu Bax demək 5 səndə istəyirdim. nədir? A4-də düzdür. A4 bəli. Sən gör burada kodun nə vaxtsa i4-ə gəlir. Bax, İ 5-dir i ümumiyyətcə. i yox n5-də amma. M5 3 olur onda. Aha, yəni 3-dən başlayır. Onda nə olacaq sənin çıxışın? 3 5. Yox. 3 4 5. Atma. Fikirləş. Hay Allah, hay Allah. I'm thinking 3 i 0. Bax. Ops, bir dəqiqə. Bir saniyə. Okey, nəsə belə yazaram. Bax, n5-dir. Bax, indi i nədə oldu onda? İ'nin başda oldu 3. Mən burada nə demişəm? Bax, i 3-də düzdür, lap başda. Bəli. N çıx 2 3 eləyir. Demişəm ki, siyahıda gəl a i'ni ver. Yəni a 3-ü. A3 nədir? Ano. A3 nədir? 0 1 2 3 4-dür. Gəlib birinci 4-ü verəcək. Sonra nə demişəm? Minus minus. Yəni gəlib i gələn səfər olsun. Ops. Gələn səfər olsun 2. Sonra onda nəyi verməlidir? A 2-ni verməlidir. Onda nədir A2 məndə? 3-dür. Yenə Üç. i minus minus. Oldu i 1. 3 2 1. 4 3 2 1. 4 niyə? 4 səndə nədir? A 3-dür. i hardan başlayır? 3-dən. Aha. Aha. Bəli. Başladı. Bax. i 3-dən başlayır da burada, düzdür? Ay. N çıx 2 nədir? 3-dür. A3 səndə nədir? Bəli. Bayaq özün deyirdim məsələn. A3 4-dür. 0 1 2 3 4. Düzdür? Yəni 3 A3 4-dür. Bax belə yazım, gözlə. A0 1-dir. A1 2-dir. A2 3'tü. A 3 4 A4 5. Bax, məsələn inputumda olsun 1 2 3 4 5. Gördün, başda 0-a 1 verib. 1-ə 2 veribdi. Yəni ardıcıllıq olaraq indeksi artır, sən girdiyin ədədlər də artır. Yəni girdiyin ədədlərlə şey olur da. Bir növ paralel gedir. Aha. Burada dəqiq aydın oldu. Out, siyauta vermək, sinə vermək. Nə aydın olmazsa denən bir də gedək. Deyərəm. Aydın olmazsa deyərəm tez. Dəqiq. Aha. Gözləyəm sən yoxlama bir dənə sual verə bilirəmmi? Okey, bir dənə də buna cavab ver. Tam əmin olum. Ha. 1 2 3 4 5-dən nə verəcək? Bir də eni deyin sonra. N5. 5. 5'dən 4 çıxırıq. 1. I 0-dan böyükdürsə I minus minus 1 siyahut AI onda verəcək cavabı gözləməm 1 1, təkcə 1.
Yox, təkcə 1 deyil məncə. Sən bir də bax. İ 1 də görmədən var, bax. 2 də var. Hə? Bir də var, iki də var. 2 də, 2. Ay sağ ol. Yəni cavabın nə 1 də, şəkildə 2 olur? də. 2 1. 1 2. 2 1. 1 nə 2 1 2? yəni. Yox, çünki tərsinədir də. Çünki burada bayaq bir dənəsi mən onu elədim. Okay. Bir dənə də bunu deyirəm. i 2-dən başlayır. Artıq belə yazıram. i++-la. İ 2-dən Aha, gözlə amma 1 2 3 4 5 n deyil. neçə? Həm N gözlə neçədir? yazıram. Tələsmə, həyəcanlanma. Hə. 2 5 i++ 1 2 3 4 5. Daha nə oldu? Yo 2 3 4 5 hardası 100%. Uca atırsan. Bir Yo dənə də fikir ver. i'ni 2 verdi. Aha. N'ni 5 verdi. A, i++ 2 nə? 2-dən başlayır. A2 nədir? Hardan başlamalıdır yəni? Ay 2 1 2 3 4 5 i'lərlə də gözləyin. Tamam. Gözləyirəm. Sən narahatsan, tələssən. 3 4 5 4 5 4 5. Çox tələssən, Salih. Tələsdirmirəm mən səni. Rahat fikirləş. 4 5. Əminsən? Hə, bəli. Niyə 4 5? Niyə 3 Çünki 4 5 i'ni yox 2 4? verdi. Aha. i'ni 2 verdi. Ay, N'ni nədir? 5 verir. Yazıb n böyükdür. Yəni i verəcək bizdə. A2 A nədir da bə? A2-dən başlamalıdır siyahıta verməyə. A2 bəli, səndə nədir? A2-dən başlamalıdır. 0 1 2 4 5 qalır. A2 dediyim budur ha, yəni. Bax. A2 deyəndə bunu demək istəyirəm. A2. Bilirəm mən. A2. Bilirəm. A2 yəni burada da yəni 1 getdi, 2 getdi, 3 getdi, 4 5. Burada siyah A2 hansıdır? Yəni təkcə siyahıta A2 yazsaydım nəyə verməli idi? 4-ü. Siyah taş 0 1 3 verməli idi, 3. Ha, onda niyə 3-dən başlamırsan? 4 5-dən başlayırsan. Mən çaşıb 1 2 dəfə saymışam ona görə. Gördün indi 3 4 5 oldu. Aha. Niyə? Çünki 0 1 2 3 4. Mən də demişəm ki, Bəli. 2-dən n-ə qədər. Yəni 2-dən 4-ə qədər getsin də. Çünki n özü daxil deyil. Ona görə hansı aralığa düşür? Bu aralığa. 2 3 4. Aydın oldu mu da? Bəli. Da dəqiq bundan bir dənə də sual verməyim ki, dayı okeydir. İstəyirsiniz verir, istəyirsiniz verməyin. Məndə okeydir. Yox. Yaxşı, sən elə dedin. Onda sənə bir dənə bomba sualla gəldim. İkincini eləyəcəm də hə indi. İkinci? Nə deyim bu ikinci yazdığımız. Hə. Deyin Gözlə yazdır. yazıram Mələk. Aha iyi. Gözlə Mənim rəqəm yazım. mənim. Ədədlər yazım. Tələsmə. 6 aha i2'dir. 2 ve 2 plus plus. Burada A2 3 4 1 5 6 verib. Yani aha burada 2. Burada da 1 2 3 4 1 5 6. Gör i hara qədər gedir. Ne i? Aha. 4'e kimi? Aha. Səndə A4 6-dır ki, 6-ya qədər gedirsən. Neçə ya 4 6'dır. Yəni sən deyirsən cavab 4 1 5 6-dır. Düzə başladın. Bəli. Səndə Bəli, 6 4, 1, 5. A5 deyil bəs. Ya da 5 A4 deyil. Sən orada gör nəyə verməlisən burada çıxışa. İlərlə bax bir dənə. Gör neçə dəfə nə verməlisən sən. A2-ni verdin. Sonra nəyə verməlisən?
A 3'ü. A 2 i 2'ye bərabərdir. I plus plusla gedir də, yəni. Aha. İndi mən də burada 2 dənə də, yəni. Aha. Yəni nə verməlisən? Burada da 2 3 4'ü 2 3 4 1 5 6. 4 1 5 6'nın hamısını verəsən. Ha, bəli. 4 1 5 6 niyə yox? Çünki 4-ə qədər gedir səndə bu. N-ə qədər getmir. Ay, onu fikir verməmişəm. 4'e kim gedir ha? Ay da 2 də rəqəm axı, 2 dəndir, hə. Sonuncunu verirəm. Sən tapmayana A qədər. A6 olsaydı, amma A6 olsaydı 4 1 5 6 idi. Hə? Sən aha elə idi. Sən tapmayana qədər buradayıq. Gözlə. Əsəbləşdim. Bu dərsimiz 2 saat olacaq. Deməli n-3-dən biraz beyinlərini yandıraq. n-5 minus ay deyən ədədləri də yazım. 6 okey 6 olsun. Aha, 6'dan 3 bərabərdir. Oo, N6 gözlə. Bir də 3 yazım. 1 3 Gözlə o minus ədədləri minus. unut, indi təzəsini yazıram. Hə. İndi denə. Aha. Amma Birinci tələsmə. Xahiş edirəm. Səndən bir xahiş edirəm. Tələsmədən. i bərabərdir. N çıxılsın 3. 6'dan 3 çıxanda i'ni tapırıq 3'dür. Sonra i 3'dürsə, burada deyək ki, i böyük bərabərdir. N çıx 5. N 6 idi. 6'dan 5 çıxanda 1. i böyükdür. Yəni 1'dən. Bir də ki, i minus minusdur. Burada da 3 1 2 7 8 9. Neçə? 2 7 8 9. Yox. i minus minusdur. 1 2 7 yox. Dəqiq fikirləş. Bütün beynimi ona toparlamış. Vərəqdə yaz istəyirsən hardasa ya da kompüterdə qeyd elə. Kompüterdə qeyd eləmək üçün Paint açım. Yox, yəni elə adi gəl koda de belə yaz da, de bunun kimi. Slashlərlə ya da elə adi yaz da, onsuz da run eləmirsən ki, yəni. Sadəcə bunları yaz, indekslərində yaz altına. Gör hansı indeksdədir. Yox. i minus minus da orada. Aha. Ne taptın? Bu ne düştü? Anne. Tapdın? Tapdın? Yok tapmadım. Niyə? Yok. Çünkü i minus minus. Aha. Bayaqdan çox baxdıq da bu tipə sadəcə nədir ki, fərqlisi, yəni i-nin başlama yeridir. i minus minus. Bax Salih, bax ekranıma.
Bax, tutaq ki, sən kimi qeyd eləmək istəyirəm də, hə? Bax, yazıram. Baxsan ekranıma. 0, 1, Bəli, baxıram. 2, indeksdən yazıram hələ ki. 3, 2, 4, 3, 4, 5. 5. Məndə nə deyib? N çıx 3-dən N çıx 5-ə qədər. N çıx 3 nədir? 3. N çıx 5 nədir? 1. Yəni mən hansıları görəcəm? 3, 2, 1 indeksləri. 1. 3, 2, 1 nədir? 3, 0, 1, 2, 3. Ayda deyirəm də 4, 5'i götürüm. Mən bir Allah haqqımı deyəcəydim, amma demədim. Bax, 1, 2, 7. Gördün? Bax, indekslərə baxdım sadəcə. 3, 2, 1. Okey. Yəni özünü çox çətinə salma. Gördün, indekslərini yazdım bir-bir. 0, 1, 2, 3, 4, 5. Baxdım üçün mən baxdım görüm forum hardan hara gedir. Sən forun işləməsini bilirsən hə dəqiq, hə? Yəni n-3-dən n-5-ə qədər gedir. i-minus. Hə, for işləməsi dəqiq bilirəm. Okey. Deməli n-3 demişəm başda. n-3 3-dür. Demişəm i bərabərdir 3-dən getsin i böyük bərabərdir 1-ə qədər və i hər dəfəsində bir vahid azalsın. Okey. Gəl birinci oy. Hardadır? Gəl birinci səfər i3-ə baxacaq, çıxışa verəcək. i3 nədir? 7-dir. Sonra bir vahid azalacaq. i2 ilə gəlib baxacaq. Gəlib verəcək 2-ni. Sonra bir vahid də azalacaq. i1 gəlib verəcək bunu. Sonra bir vahid də azalacaq 0. 0-a bu şərtə görə də davam eləyənməyəcək. Fora ona görə də bunu çıxışa verməyəcək. Tamam. Da keçirəm bunları. Deyim, mən burada whiteboard tapdım. Yəni vərəqdə də yaza bilərsən, problem yoxdur. Yəni indi olsa qutardıq da başqa şeylər deyəcəm. Ondan sonra da ev tapşırığını deyəcəm. Gəl bir iki dənə sual işləyək. Mənə aid. Yəni hə, bunlara aid. Təzə mövzumuz ancaq bu. Mənə aid. Aha. Demə, bundan sonra həmişə görəsən massivi. Hər bir kodunda olacaq demək olar ki. Ən əzbər bildiyim mövzu elə massiv olur. Əzbər niyə əzbərdir? Niyə ki? Nəyə çətin gəlir məsələn sənə? Harası çətin gəlir? Heç nə çətin gəlmir. Aha. Əzbərləyirəm onu. Yox, yəni məsələn əzbərləməyin, yəni məsələn o birləri əzbərləmişdim bundan əvvəlki eşitdiyimizdən nəsə. Başa düşmüşdün yoxsa? Yox, onu əzbərləməmişdim, onu başa düşmüşdüm. Aha, bunlardan başa düşmədiyin nədir? Yəni nəyə qəribə gəlir məsələn, hansı hissəsi? Ya da hansı hissəsi Heç bir çətin? hissəsi gəlmir. Burası da nədir? Təkrarlayırıqsa əzbərləyər. Hə, elə. Okey. Yaxşıdır da. Möhkəmləndirir. Deməli, baxaq ya bu suala. Bunlar asandır. Adi verəcək. Sən də bunu çıxışa verəsən. Bu da o tipli sualdır. Reverse. Okey. Yəni tərsindən çıxışa verməlisən. Yəni n-1-dən 0-a qədər. Bu da asandır. Sadəcə deyir ki, bax gör. Əgər pozitivdirsə çıxışa ver. Pozitiv deyilsə vermə. Bu da asandır. Bu da asandır. Okey. Bu yaxşı sualdır. Bunun üçün sənə bir dənə funksiya öyrədəcəm. Deyir ki, n-də nə ədəd verilir? Bu n-də nə ədədin maksimum çıx minimumunu tap. Bax, məsələn, burada maksimum ədəd hansıdır? 14. Minimum ədəd hansıdır? -7. 14 çıx mənfi... Yox. Bir dəqiqə. 27 eləyir ki o. -13 var imiş burada. Maksimum ədəd 14-dür, minimum ədəd də -13-dür. Bu ikisinin fərqi nə olur? 27. Deyir, gəl onu çıxışa ver. 20. Onun üçün bir dənə funksiya var.
sort. Sort funksiyası. Sort funksiyası ədədlərimizi sort ingilis dilindən sıralamaq sözündən gəlir. Sort bizdə bu işə yarayır. Məsələn, Aha. mənim ədədlərim bu şəkildə, diqqətlə qulaq as, tamam. Mənim ədədlərim bu şəkildə verilibsə, məsələn, 5, 2, 1, 3. Mən məsələn buna sort desəm, yəni desəm ki, bu massivi sort elə. Gəlib belə yazacaq. 1, 2, 3, 5. Yəni bir növ kiçikdən balacaya doğru düzəcək. Okey. Nə işə yaradığını Aha. bildik. Məsələn, mən Bəli, gələn sortu səfər, bildir sırayla bizə. məsələn, 3, 2, 7, 1, 9 versəm nə verəcək sort 1, eləsək 2, bunu? 3, 7. Ay, 1, 2, sağ 3, ol. 7. Okey. Sort bizdə bunu edir. Gəl indi bir dənə kodda baxaq buna. Məsələn, LLAN deyirəm. For int i0 in i++ sin a eləyirəm. Okey. İndi məsələn bu sortu necə yazacağıq bəs desəm, bax belə yazacağıq. A-da ilə sort sözünü yazırıq. A yazırıq, bir də A plus N yazırıq. Necə yadında saxlaya bilərsən? 2 dənə şey yazmalısan bu sortun içinə. Biri massivinin adı olacaq, A. İkincisi massivinin adı plus N olacaq. Bax bu. Belə ikisini yadda saxlaya bilərsən. Tamam, sortun yazılışı yəni belədir. Okey. Yəni bir massivin adını yazırsan, vergül, sonra massivin adı plus nə qədər böyük ölçü qoymusansa o qədər. Yəni AN yazmısansa A plus N. Gələn səfər AM yazsaydın A plus N. Tamam. Yəni N səndə buradakı N'dir. A da massivinə nə ad vermisənsə, məsələn, Salih versəydik buna. Buraya yazacaqdıq. Salih. Burada Amal versəydik. Yazacaqdıq Salih. Üstə gəl. Ops. Amal. Okey. Aydın oldu bu da. Necə yazılır sort. İndi sortdan sonra. Artıq bizim massivimizdə ədədlərin yeri dəyişib. Gəl bir dənə ona baxaq canlı gözlə. Məsələn, bax burada nə yazmışdım mən? Nə yazmışdıq? 3, 2, 7, 1, 9. Sən də dedin nə verəcək? 3, 2, 7, 1, 9-da. Aha. Burada nə verəcək? 1, 2, 3, 7, Ay, 9. sağ ol. Okey. Bildiyin neylədir bizdə sort? Sort deməli kiçikdən balacaya doğru düzdür. Sən indi desən... Üç. Aha, denə. Mən düşünmədim, internetim gedir. Hə, nə istəyirdin, denə sən. Ya dediniz ki sırayla mən də dedim 1, 2, 3, 7, 9. Okey. İndi bəs sən desən ki, bu indi öyrəndiyimizi bəs maksimumdan minimumda nətər kömək eləyəcək müəllim? Belə kömək eləyəcək. Bax. Başda 3, 2, 7, 1, 9 idi. Sortlayandan sonra mı oldu? 1, 2, 3, 7, 9. Bunların G indeksinə baxaq. 0, köməklə. 1, 1, 2, aha. 3, Salihlə saymağı öyrənirik. 3, bəli, 4. 4. Əsəbləşdirdim məni. Hə. 4. Okey. Bir dənə belə bir şeyə baxaq. Biz sortlayanda massivi həmişə ən solda, bir də ən sağda səncə hansı ədəd duracaq? Məntiqi Ən düşün. solda, ən sağda. Aha, ən solda hansı ədəd duracaq? 1 ilə 9. 1 ilə Onu bildim. 9. Bəs ümumi baxsaq, yəni məsələn, səndə bir məsələn n dənə ədəd var, 100 dənə.
Sən bunu sortlayırsan, tutaq ki, nəsə belə bir şey alınır. Ən solda duran, yəni ilk başlayırsan sortlayandan sonra verdiyin ədəd səndə nədir? Ən sonda verdiyin ədəd nədir? Sort dediyi neyinir? Ən Kiçikdən, başlandıqda verdiyim sırada ən kiçik ədəddir. aha, sonda verdiyin Ən sonda da verdiyim sırada ən böyük ədəddir. mükəmməlsən. Bax, mən bu sahəyə istəyirəm. Kiçik, böyük. Düzdür? Mən bir növ nəyi tapdım? Maksimumu, Maksimum, minimum. minimum. Bax, sortlayandan sonra Bəli. minimum deməli hansı indeksdə durmuş oldu? A 0-da, maksimum hansı indeksdə durdu? A 4-də, amma A n minus 1-də. Niyə n minus 1 yazıram? Çünki massimin sonuncu ədədi olduğu üçün. Bax, deməli, minimum bizdə sortlayandan sonra həmişə olacaq A 0. Maksimumda həmişə sortlayandan sonra olacaq A n minus 1. Yəni, son, ilk və son ədədlər. Okey? Nəsə sualım var? Bu niyə belə oldu falan? Salih. Səsim gəlir. Salih. Buradasan. Salih. Bəli, müəllim, səsiniz gəlir. Gəlir. Denəndə var. Burada bayaqdan da özümü danış. Bəli. Eşitsən məni? Bəli. Okey. Deməli nə dedik? Minimuma dedik ki, onda. Bəli, müəllim, internet. İnternet. Qayıtdı internete. Qayıtmadı hələ də internet. Əsəbləşmə. Gəlir səsim. Bəli, gəlir. Okey. Onda yəni son olaraq bu şeyə gəldi ki, minimum bizdə A0 olacaq həmişə, yəni massivdə ən soldakı element olacaq, maksimumda massivdəki ən sağdakı element olacaq. Yəni burada bu iki nümunəyə baxsaq A0 ilə A4, amma ümumi baxsaq A0 ilə A n-1. Yəni sən gəlib burada həmişə minimuma A0 sortlayandan sonra maksimuma A n-1 yazsan, bu səndə maksimumla minimumu verəcək. Okey, bu ikisi aydın. Aha, bəli. Tamam. Son olaraq bir dənə də funksiya deyirəm, onu da dərsi qurtarırıq. Sortlamağı öyrəndik, bir də reverse funksiyası var. Burada yaz. Reverse. Reverse ingiliscə o deməkdir ki, tərsinə çevirmək. Yəni məsələn mən 2, 3, 5, 7, 12 versəm, mən buna bir dənə reverse desəm, belə olacaq. 12, 7, 5, 3, 2. Okey. Bəli. Reverse də necə yazılır desən, elə adicə R, E, V, E, R, S, E. Sortun için necə yazmısansa reverse-də elə. A plus N. Bu harda işimizə yarayar? Bax, burada yarayacaq. Bu suallarda məsələn. Bir saniyə. Okey, bayla bu adicə məsələn bu sualda. Bax, sənə deyir ki, bax görsən elə burada sözdə də var. Reverse order'dan çıxışa ver. Bax, 6, 0, -7, 2, -3, 5, 7 veribdi.
Sən bunu deyir ki, tərsən ver. Biz bayaq necə öyrənmişdik? Dedik ki, for int i n-1-dən başladıram, 0-a qədər gedərəm, i minus minus, gəlib cout-a a-ni verərəm. Bu bir üsul. Amma n-1-dən əgər yazmaq istəmirsənsə, bunun daha rahat üsulu var. Birbaşa sortu silirik, lazım deyil. Reverse atırıq. Artıq mənim massivim tərsinə çevrildi. Gəlib yazacağam ki, for int i 0 i n i plus plus cout a i. İndi mən gəlib artıq bunu versəm. Baxaq. Gəlib nə verəcək? Tərsindən verəcək. Bəli. Okey, bu da belə. Deməli, sort öyrəndik, reverse öyrəndik, bir də massivə detallı baxdıq. F tapşırığı. Aha. Full. Hamısın asan suallardır. Onsuz da tez-tez yazıla biləcək suallardır. Homework 15-in hamısın. Hər iki bu. Yəni təkcə homework 15-in hamısı. Amma heç bir sual qalmasın. Aha, üçüncü gün qoşulacaq müəllim. Qoşulacaq da. Bundan sonra yəni normal qaydasına gedəcək dərsimizdən, rahat olma. Hə, şo. Bir Bir dənə də dəfəlik gələydi şo. bir dənə də 5-ci gün sən 8-ə dərs alsam qoşula bilərsən, o 2 dənə dərsimizi əvəz edeyim deyə. 5-ci gün 8-ə hə, bəli qoşula bilərəm. Yəni 8 axşam 8-ə yəni bu saatda. Hə, axşam 8-də sala bilərsiniz. Aha. 6 baza şənbə günü də boşam. Okey, onda 3-cü gün qoşulaq. O biri dərsin günü Aha. 3-cü gün danışarıq, tamam? Yəni o 2 dənə dərs buraxmışam Oldu. mən bir həftənin içində. Mən O nənəm 2 dənə gəldə olacam, nə vaxt ikisi Okey, qoşularam. o 2 dənə dərsi əvəz eləyəcəm sənə. Danışarıq indi. Hə, narahat olma, orada 2-3 dənə kompüter var nənəm gəldə. Nə vaxt ikisi qoşularam. Tamam. Deməli bu gün dərsdə nəsə başa düşmədiyim bir şey varsa, denəm bir də izah edeyim. Hər şey aydındır. Hey. Reverse sort. Bəli, hamısı aydındır. Sıfırdan n-ə, n-dən 1-ə, hər şey. Bəli, onlar reverse aydındır, sort aydındır. Başa düşdüm sortu. Hamısı İndekslər, aydın. indekslər hər şey aydındır. Hamısı aydın. Çalış İndekslər bilsən nə əzbərlədim. sualları işləməmişdən qabaq. Otur vərəqə özündən təsadüf ədədləri yaz, başla onları indeksləməyə. Gör indekslər necə olur. Tamam? Aha, elə indekslər rahat elə dəftərdə yazmaqdır. Çünki o 0 1 2 eləyəndə qatışır ailə. Mən olsa elə tipli suallar olmayacaq ki, sən özün cavabını şey eləyəsən. Yəni yazasan uzağı proqram sayacaq. Sadəcə mən səndə onu tam başa düşməyin üçün elədim, tamam? Yəni narahat olma. Aha. Okey, homework 15-i bitir. Hələ ki başqa homework yoxdur. Tamam? Olur. 3-cü gün görüşək. Sağ olun Sağ müəllim. ol.